Payız yağışlarında ayaqları necə qorumaq lazımdır? Evdə dəri ayaqqabınız var və onu istifadə etmək istəyirsiniz. Belə bir ayaqqabı kremi var. Özəlliyi odur ki, tərkibi tam olaraq təbiidir. Burada arı mumu, lanolin və təbii yağlardan ibarətdir. Heç bir kimya maddə və silikon yoxdur. Bunun tərkibindəki arı mumu onun su saxlama qabiliyyətini artırır. Lanolin və digər yağlar isə dərini daha uzun müddət qulluq etməsinə imkan yaradır. Barmaqla və yaxud da ki, hər hansı bir pambıq parça ilə bunu ayaqqabının üzərinə yedizdirmək lazımdır. Sonra bir neçə saat qalır quruyandan sonra onu fırçalayırsınız və bir müddət qalandan sonra sabahsı günü bu ayaqqabını rahat geymək olar. Belə kremləri Amazonda rahatlıqla tapmaq olar. Digər markalar da var. Onun tərkibinə orada baxmaq olar və onları kargolar vasitəsilə Azərbaycana gətirə bilərsiniz. Yüngül və balaca olduğu üçün bura gəlmə pulu elə də böyük bir məbləğ olmayacaqdır. Bəs siz yağışda ayaqlarınızı necə qoruyursunuz və nə geyinirsiniz?